Bugünkü tədbirimizin məqsədi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Davamlı Elmi Sosial İnkişaf İctimai Birliyinin Uğura Doğru Addımla biznes fəaliyyəti layihəsi üçündür. Hər birinizi salamlayıram. Bugünkü tədbirimizin məqsədi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Davamlı Elmi Sosial İnkişaf İctimai Birliyinin Uğura Doğru Addımla biznes fəaliyyəti layihəsi üçündür. Biz burada qadın sahibkarlığı ilə bağlı mövcud vəziyyəti müzakirə eləyəcəyik. Ondan başqa biznesimi necə quraram adlı təlim olacaq və eyni zamanda tədbirimizdə İcra Hakimiyyətinin əməkdaşları hörmətli Gültəkin xanım, Günel xanım və biznes sahəsində Gəncədə aktiv biznes xanımlardan olan Pərvanə xanım iştirak eləyir. Tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Gəncə şəhəri İcra Hakimiyyətinə öz təşəkkürümü bildirirəm və Qızıl Əllər MMC-nin rəhbəri Zemfira xanıma da öz dərin təşəkkürümü bildirirəm. Qurumlarında 13-14 illik təcrübəmdən sonra qərara gəlmişəm ki, özəl sektora keçim. Və bunun üçün də məni motivasiya edən səbəblərim olub və s. Amma məndən soruşsanız, gücünə təsir eləyir. Kişilərlə bərabər biz də yeni imkanlar yaradırıq, ümumdaxili məhsulda bir qatqı qatırıq və bu da istər-istəməz bilərəm. Mən kiçik bir təlim keçəcəm. Biznes qurmaq üçün hansı addımlar var. Əgər sizin hansısa bir sualınız olsa, mütləq elə çıxışından sonra üzərindən keçək. İkinci addım isə maliyyə. Mütləq sizin maliyyəniz olmalıdır. Dövlət qeydiyyatı, komanda marketing. Bu addımları bir-bir sizə izah edəcəm. Kişilik, qadınlıq, hətta məşhur nazir var, keçən dəfə o oturub çəkiblər, lavabo compliance. Yəni, müasir trendləri araşdırırsınız ideya üçün. Daha sonra sevdiyiniz və bildiyiniz sahə. Dünya vaxtında nə qədər məsələn klinikalar açıldı bu COVID analizləri üçün. Adını çəkmək istəmirəm, məşğullaşan məşğul biznesmenlərin həyat hekayələrini oxuyun. Onların məşğul olduğu işləri araşdırın. İdeyanı toplamaq üçün mən addımları dedim, növbəti keçirik maliyyə mənbələrinə. Deməli, yaxud da nə bilim, biznes qurmaq üçün pul lazım deyil. Xeyr, pul lazımdır, amma baxır nə qədər. Elə iş var ki, məsələn, mən öz biznesimə 5000 vasitə ilə başlamışam, 5000 azı. Düzdür, 10 il bundan qabaq az pul deyildi, indi də. Amma biznes subyekti olduqdan sonra, məsələn, mən fiziki bir şəxs kimi yaxınlaşsam, iş yerim yoxdur və yaxud da var, 400 azıya maaş, real iş görür və ən azı kiçik bir 10.000, 20.000, 30.000, etap. Məsələn, 20.000 verəcək, baxacaq, siz 20.000-i stabil ödəyirsiniz, heç gözləməyəcək o bitsin, mesaj yazacaq, çağıracaq ki, belə deyim də, etiraf edeyim. 5 il bundan qabaq daha rahat idi vergi məsələləri. Mağazadırsa, mağaza açırsınızsa, onun yerini, yerləşmə yerini mütləq müəyyənləşdirmək lazım. Növbəti mərhələ komanda. Komanda deyəndə təsəvvür edin, bir gəmidir. Komanda yoxdursa, onu böyütmək, irəli aparmaq, bu real iş deyil. Ona görə bəzən mənim özüm üçün də olub, bir opsiya var idi, bir neçə il bundan qabaq, pandemiya ərəfəsində. Ona görə lazımdır ki, fərqli baxış bucağı olur, kommunikasiyada çox önəmlidir, biz hamı çatdıra bilməlidir, dövlət qurumlarından danışaq, eyni zamanda mühasibat mütləq olmalı, o vergi işlərdir və s. Ona görə 10 minlik mal alın, gəlir 11 yerdən, satır 12.000 qadın,
10 mindən qarşı 12 min götürür, yəni 2 min gəliri olur. Bu da tacirlikdir hardasa. Amma bir biznesdən söhbət gedirsə, onun davamlı gəliri olmalıdır. Həm biznes sənə motivasiya versin, həm komandanı saxlayasan, xərclərini ödəyəsən. Bunların, bu işlərin əksəriyyəti kişilərin üstündə yoxdur. Düzdür, onların da özünə məxsus qayğıları var, amma qadınlarla müqayisədə razısınız ki, çox azdır. Biznes xanımların yükü çoxdur. Amma biz xanımların bacarmadığı iş yoxdur. Bizim xanımlar emosional IQ var, bir də EQ var, intellektual kvalitet deyilən bir şey var, IQ və emosiya yaratsan, müxtəlif cəmiyyətlər. Uğurlu bir xanım, mən özümü hardasa adlandıra demirəm böyük, amma bir hardasa uğurlu xanım kimi adlandıra bilərəm, iş xanımı kimi. Mən həmişə öz ətrafıma, biznesə yeni gələn xanımlara dəstək olmuşam. Mən sizə əvvəla Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından salamlayıram. Özümü təqdim edeyim, özüm Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişaf fəaliyyəti və dəstək biznes fəaliyyəti üçün yaradılmış şərait mövzusudur. Əvvəlcə də hamı bildiyimiz kimi müasir dövrdə qadınların bu bir məqamı üzvləri göstərir. Ancaq öz fikrimi bildirmək istərdim ki, bu kimi bugünkü təlimlər ki, həyata keçirilən təlimlər əsas fəaliyyət növlərindən biri isə təhsil və bu kimi təlimlərdə iştirak etməkdir. Ona görə də dövlətimiz buna dəstək verir, sağ olsunlar. Biz təşəkkürümüzü bildiririk, diqqətinizi görə təşəkkür edirik. Sağ olun, sağ olun. Xanımları dəvət etdik sınaq dövrünü keçməsi üçün. Hansı ki, keçən oldu, keçməyən oldu. Hər kəsə motivasiyanı biz qarşıladıq, yola saldıq və digər ki, biz biznesi qurub, ancaq varlanıb, imkanlanıb, gözəl bir günlərə xeyr. Hər bir yolun axsama dövrü var və hər bir yolun işıqlı dövrü. Addımlayasınız ancaq bir şərtlə ki, digər xanımları düşünərək, onların da əlindən tutub özünüzlə irəli aparma şərtlə. Çox sağ olun, təşəkkür ederim. Təmsil edirəm. Bugünkü gündə gəlməmin səbəbi odur. Özüm Gəncə şəhər Saylı Köprüləri Uşaq Bağçasının müdürüyəm və bu arada da bizim Qızıl Əllər Tərəs müəssisəsində Zəfər xanım və dedi ki, buyur yol açıqdır. Dövlət müəssisəsində işləsəz belə sahibkarı və bu ilk addımdır, ilk addımımızı atır. Və mən həmin o bağçanın mən görmüşəm, o necə uğurlar qazanır və mən də onun ardınca getmişəm ki, həqiqətən də bu təkcə Azərbaycanda deyil, ümumi dünyada mənəsinin davamçısıdır. Həm Gəncə Dövlət Universitetinin müəllimidir, rəssamdır. Həm də elə bizim bağçamızı o idarə edir. Dedim, daha mən qrup yaratmışam, hazırdır, davam edərək siz davam edəcək. Bir həftəlik ona praktika keçdim və dedim, özünüzü siz bu sahədə görün. Təbii ki, onların təhsilləri var idi. Bir həftə onlara icazə verdik ki, gəldi bağçada. Elə olur ki, ailəsində problem olur. Onu da başa salırlar ki, adam ailə birinci yerdə duran bir işlər elə eləməliyik ki, hamı sizi çox istəməlidir, razı qalır. Xərclər nəzərə alınmaqla. Yəni, burada bir də diviziyada işçilərə verən əmək haqqılar, SMF-lər, xərclərimiz və sair xərclərimizin 100%-nin 75%-ni güzəştdən olunur və yerdə qalan 25%, hansı ki, dövlətin verdiyi güzəştdən qalan 25%-in 20%-i vergiyə cəlb olunur. 2020 fəaliyyət göstərməli və il ərzində 12 ay ərzində ən azı 36 işçi göstərməlidir. Yəni, bu necə ola bilər? Məsələn, olan bir məsələ deyil. Xərclər də buna nəzərə alınır, əmək haqqılar da nəzərə alınır, icarə müqavilləri də, yəni istəyən anlaşılmışdır ki, il ərzində 45 min olacaq, amma işim yaxşı oldu, may ayından sonra belə oldu, mən onu haqq verəm sahibçilərə, amma bunun bugün vergi qanunverici bunu təsdiqləmiş. Bugünkü tədbirimizin məqsədi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Davamlı Elmi Sosial İnkişaf İctimai Birliyinin Uğura Doğru Addımla biznes fəaliyyəti layihəsi üçündür.